insan qani olanda, yəni imkanlı olanda, hər şey əlinin altında olanda Allaha ehtiyac duymur. Bu kasıb Qaragün belədir ki, hələ gecə gündüz Allaha yalvarır ki, ay Allah, filan yerdən yetir, ay Allah, filan yerdən yetir. Öyle özünü fəqir hiss eləyir. Amma insan qani olduqca, qüdrətə çatdıqca, iqtidarı olduqca insanın, o unudur, deyir ki, problemlə gələndə deyir, nə bilim, tanışımla həll eləyərəm, pulumla həll eləyərəm, gücümlə həll eləyərəm. Amma Allah Teala deyir, yox, sənin nə qədər qüdrətin olsa belə, o qüdrəti mən vermişəm sənə. Sən nə boyda qüdrət sahibi olsun. O, məsəl üçün, Nəmrudu bir dənə milçə ilə öldürdü Allah. Fironu suda boğdu Allah. Lətif bir mağarada. Yəni, böyük hegemon şəxslər xırda şeylərlə Allah götürdü apardı. Halbuki Nəmrud demişdi İbrahim əleyhissalama ki, get sən Allahın qoşununu yığ getir, mənim də öz qoşunum var, görək kim başaracaq kimi ilə. O iddianı eləyirdi. Allah-u Teala qoşuna nə ehtiyac var?